Hər vaxtınız xeyir. Bugün bir xəmir reseptindən nələr hazırlamaq olar resepti paylaşacağım sizlə. Keçirəm hazırlama qaydasına. Əvvəlcə 300 qram mən un götürmüşəm. Unun üzərinə mən 900 ml qaynar su əlavə edirəm. Bir də bir çay qaşığı yarım duz əlavə edirəm. Yaxşı-yaxşı qarışdırıram. Xəmirin düyür-düyür olmasından heç də narahat olmayın. Eybi yoxdur. Üzərinə qab qoyuram və orta temperaturuna gələnə qədər gözləyirəm. Orta temperaturuna gəldikdən sonra ayrıca bir qabda 1 kilo un götürmüşəm və bura 1 paket quru maya, 3 xörək qaşığı şəkər, daha sonra qarışdırıram. Mayanı gözləyirəm şişsin, aktivləşsin. Daha sonra isə bura 200 qram şəkər, vanilin, 2 yumurta, 50 qram duru yağ götürürəm və qarışdırıram. Yaxşı-yaxşı qarışdırdıqdan sonra biraz, sonra daha əvvəlcə hansı ki hazırladığım xəmiri də bura əlavə edirəm və xəmiri yoğurmağa başlayıram. Burada hardasa toplamda məndə kilo yarım undan mən istifadə etdim və qoyuram acımağa xəmiri. Daha sonra mən burada keçirəm, əvvəlcə xaşxaş toxumu götürmüşəm. Xaşxaş toxumunu mən suda hardasa 1 saat gözlədirəm şişsin toxum. Daha sonra onu mən tavada qovururam, hardasa bir 10 dəqiqə və daha sonra da qoyuram soymağa. Üzərinə 100 qram şəkər və 50 qram da kərə yağı əlavə edib bir kənarda saxlayıram. Xəmir gördüyünüz kimi hazırdır. Çox gözəl köpübdür. Hissələrə ayırıram. Böyük bir kündə götürürəm və kündəni başlayıram yaymağa. Biraz nazildirəm kündəni. Nazildikdən sonra mən bunu xaşxaşlı buluçka hazırlayacağım bundan. Xaşxaşı bura əlavə edirəm hamısını. Əlavə etdikdən sonra rulon şəklində bükürəm və rulon şəklində bükdükdən sonra sap vasitəsilə hissələrə bölürəm və kənarlarını da yaxşı-yaxşı yapışdırıram ki, xəmirə, yəni bişən zaman ayrılmasın. Bu şəkildə etdikdən sonra sap vasitəsilə yenə deyirəm bölürəm. Daha sonra mən gözlədirəm ki, xəmir biraz şişsin. Ondan sonra sobaya qoyuram. Sap vasitəsilə kəsdikdə daha səliqəli alınır. Rulonun hamısını bu şəkildə kəsdikdən sonra biraz gözlədirəm. Üzərinə də yumurta sarısı ilə südün qarışığını çəkirəm və göndərirəm sobaya 180 dərəcədə bişməyə. Daha sonra mən keçirəm başqa xəmir işi ilə məşğul olmağa. Burada mən kündələr götürmüşəm. Kündələri biraz hardasa 10 dəqiqə gözlədirəm. Video uzun olmasın deyə bunları sizə göstərmirəm. Çünki çox burada resept var. Ona görə də videonu biraz istəyirəm ki, gödək olsun. Burada mən bananlar götürmüşəm. Bananı tən yarıya bölürəm mən və xəmiri uzunsov şəklində yayıram. Bananı da xəmirə bükürəm bu şəkildə və yenə də üzərinə yumurta sarısı ilə südü çəkirəm. Bir 15 dəqiqə də gözlədirəm ki, xəmir biraz şişsin və sobada 180 dərəcədə bişirirəm. İndi isə yenə xəmir götürmüşəm. Bu xəmirdə isə mən saskalardan istifadə edəcəm. Saskalarda bananda olduğu kimi xəmiri yayıram və içərisinə qoyub bükürəm bu şəkildə. Yenə üzərinə yumurta sarısı və süd əlavə edib sobada 180 dərəcədə bişirirəm. Saskalar da edib qurtardıqdan sonra keçirəm kiçik ölçülü pizzalar hazırlamağa. Burada ketçupla mayonezi mən qarışdırmışam bir-birinə. Onda daha dadlı olur və onu ketçup mayonez qarışığını bol etdikdə pizzalar daha yumşaq alınır və buna görə də mən həmişə ketçup mayonez qarışığını bol edirəm. Üzərinə ketçup mayonez əlavə etdikdən sonra üzərinə kalpasan da əlavə edib sobaya qoyuram. Biraz pizzanın xəmiri bişdikdən sonra götürürəm və üzərinə pendiri əlavə edirəm. Yenidən sobaya qoyuram. Hardasa 3-4 dəqiqə ki, pendir ərisin. Çox gözəl alınır. İndi isə keçirəm ürək şəkilli, limon da ətirli bulkalar hazırlamağa. Gördüyünüz kimi yağın içərisinə mən limon qabığı əlavə etmişdim. Əvvəlcə limon qabığı ilə yağı səpirəm, çəkirəm xəmirin üzərinə. Üzərinə yenə şəkər əlavə edirəm. Rolon şəklində qatlayıram. Daha sonra isə onu qatlayıb tən ortadan bölürəm. İnanın limon ətirli bu ürək şəkilli bulkalar çox dadlı olur. Mütləq hazırlayın. İşləmi qurtardıqdan sonra bütün bulkaların hamısını 15-20 dəqiqə xəmirin şişməsini gözləyirəm. Üzərini örtürəm
çay dəsmalı ilə gözləyirəm və daha sonra üzərinə yumurta sarısı və süd çəkib sobaya göndərirəm 180 dərəcədə bişməyə. Artıq bulkalar da hazır, ürək şəkilli. İnanın çox dadlı olur. İzlədiyinizə görə təşəkkür edirəm.